Salam dəyərli izləyicilər, bugün sizinlə saat qurşağına aid olan çətin tipli test tapşırığına baxırıq. Qeyd edir ki, 22-ci saat qurşağının şərq sərhəddi 135 dərəcə qərb uzunluğuna uyğun gəlsəydi, Bakı şəhərinin yerli və qurşaq vaxt arasında fərq neçə dəqiqə olardı? İlk öncə bu tipli testlərdə 22-ci saat qurşağının şərq sərhəddi deyirsə, 22-dən sonra 23 gələcək, eləmi? Şərq sərhəddi isə, yəni 22 ilə 23-ün sərhəd hissəsi yerləşir. Yəni sərhəd hissəsində yerləşəcək. Buna görə nə qayıram? Qaydamız belədir ki, bu bizə deyir ki, 135 dərəcə qərb uzunluğu 22 və 23-cü saat qurşaqlarının sərhəddindədir, eləmi? Yəni 22-ci saat qurşağının şərq hissəsindədirsə, demək 23-cü də qərbindədir. Bunların ikisinin sərhəddində yerləşirsə, qayda belədir ki, 22 ilə 23-ü toplayırıq, 45, bunu bölürük 2-yə, eləyəcək 22,5. Bunu yadda saxlayırıq. Əgər ki, bu şərq uzunluğu olsaydı, birbaşa aldığım buradakı cavabı, buradakı rəqəmi aldığımız cavaba böləcəkdik. Amma bu qərb uzunluğu olduğuna görə qayda belədir ki, 360-dan çıxırıq 135-i, alırıq 225 və 225-i buradan aldığımız cavabı 22,5-ə bölürük, yəni ədədi ortadan aldığımız cavaba bölürük və alırıq 10. Bu 10 nədir? Bu 10 bizim buradan tapdığımız 10 yer kürəsinin 1 saata neçə dərəcə döndüyünü göstərir. Tapırıq ki, yer kürəsi deməli 1 saata 10 dərəcə dönür. Bakı da 50 dərəcə şərq uzunluğunda yerləşir, eləmi? Deyir ki, Bakının yerli və qurşaq vaxt arasında fərqi tapın. Və deyirəm ki, bəs neçə saata 50 dərəcə dönər? Buradan o 50 ilə ona böləndə 5. Deməli, Bakı ilə 5-ci saat qurşağının üzərində yerləşəcək və 5-ci saat qurşağının orta meridianında yerləşirsə, demək ki, yerli və qurşaq vaxt arasında heç bir fərq yoxdur. Bu da olacaq 0 E variantı.